Değerli dostlar, selamlar. Kollektif TV yayınına hoş geldiniz. Bugün 2022 11. ayın, november ayının 3'ü ve 1401, Şəmsi 1401 Aban ayının 12'si. Bugün necə ki başlıqdan da bəllidir. Aban, 13 Aban tarixi münasibəti ilə İran İslam Cumhuriyyəti lideri, yəni rəhbəri Xameneyinin bir öğrencilərlə bir görüşü və orada bir təqribən demək olar, təxminən 1 saata yaxın söhbət oldu. Bu söhbətlər konusunda, bu mövzuda bugün biraz az da olmuş olsa, çok kısaca analiz kimi veya bir görüşlerimizi bildirme kimi bir söhbətimiz olsun istedim. 15 dəqiqəlik yine de çok uzun olmasın. Bilirsiniz 13 Aban İran İslam Cumhuriyeti tarixində önemli bir gündür. İran İslam Cumhuriyeti tarixində necə ki bu Xamenei də bu söhbətində başlayır və öncə Xomeyni'nin təbidindən, sürgün edilməsindən başlayır və ondan sonra şah dönemində öğrencilerim Tehran Üniversitesi işarə edir. Amerika Büyükelçiliğinin, Tehran'da Büyükelçiliğinin işgalının il dönümünü misal olarak getirir ve bu üç münasibəti 13 Abanın önemini altını çizmək için danışır. Və əlbəttə ki, mövzu normal olarak və təbii və doğal olarak günümüz məsələlərinə də gəlir və Xamenei bu sözlərində necə deyirlər, bir növ desək, bütün bu məsələləri İranda olan, geçmişten indiyə qədər bütün məsələləri, bütün problemləri, hər şeyi, hər nəyi, ölkədə olub bitən hər nə problemi, hər nə sıxıntıyı Amerika Birləşik Devletlərinə, Amerikaya bağlayır və onun günahı və onun suçu olarak görür. Genel olarak, yani biz çox, necə deyirlər, detaylı və cüz'iyyatla bu qəziyyəni danışmaq nə zamanımız var, nə də heç dəyəri var açıkçası. Ancaq genel olarak bu konuya umumi bir baxış olarak bunu değerlendirmek mümkündür, iki başlıq olarak. Birincisi, bu Xameneinin bu söhbətlərinin əsas çərçivəsinə baxdığımız zaman, bu əsas çərçivəsi, bu əsas danışıqlar, bu çərçivə oturtulub bir məna, bir anlamın üzərində, o bir əsas üzərində. O da Amerika düşmənliyi. Siz Xameneinin əlbəttə geçmiş söhbətlərinə də baxdığınız zaman da bu da gözə çarpır. Ancaq burada çok daha belirgin bir şekilde bunu görebilirsiniz. Yani adam başlayır Şəmsi 1332, yani İran'da darbe ve kudita, müsəddiq darbesinden başlayır ve indiyə qədər bütün problemler, müşküllər, sıxıntıların hər nəyin, yani İran'da olup biten hər nəyin müsəbbibinin, nədəninin, günahkarının ve suçlusunun Amerika olduğunu orada söyleyir. Birincisi bu mesele. Yani başlayır oradan ve indiyə qədər gelen mevzular, yani təqribən demək olar ki 50 güne yakın 50 güne doldurur. Yani yavaş yavaş 2 ay olacak ki kesintisiz bir şekilde protestolar İran'da devam ediyor. Bütün şehirlerde, küçükten böyüyə, üniversitelerde, liselerde, qəbiristanlarda ve ortaokullarda. Xamenei bu söhbətlərini buraya getirir ve bunu ima değil,
açıqdan bir şəkildə, çox açıq bir şəkildə, aşkar bir vəziyyətdə bunu söyləyir ki, İran İslam Cumhuriyyətinin bütün indiyə qədər bütün protestolarda, yəni 88 protestosu, bundan öncəki bu danışqah məsələsi, hər şey, yəni bütün protestolar, bütün məsələlər, təcziyə məsələləri, təcziyə tələblərin himayət edilməsi, dəstəklənməsi Noje'dən başlayır. Ta indiyə qədər hər şeyin arxasında Amerika olur. Və İran İslam Cumhuriyyəti məqamları, siyasəti, rejimi, nizamı bu sıxıntıların heç birisində heç bir günahı, suçu və problemi yoxdur. Nə vardır, nə yoxdur, Amerikanın suçudur. Bunlar da süddən çıxmış ak qaşıq kimi bir şey. Söhbətlərində buna işarə edir. Deyir ki, orada bir tələbə ölüb Xiyabanda. Ondan sonra Şah-Çıraq məsələsini mətrəh edir. Onların günahı nə idi? Ancaq bunu sormaq lazımdır ki, Ali Xameneyi indiyə qədər zindanlarımızda bu qədər insan öldürüldü, bu qədər insan işgəncə oldu. Onları bir kənara qoyaq. Yaklaşık 40 gündür birinci bu ilk gün ölən Gəşli İrşad təvəssüsündən ölən Məhsa Əmininin müsəbbiblərinin hələ indiyə qədər bir devlət məqamı çıxıb deməyibdi ki, bu olay nə oldu və nə şəkildə oldu. Nə bir rapor verildi, nə bir özür istəndi, nə bir birisi tutuklandı, nə bir ehmalkar yakalandı və millətə mərifə oldu ki, bu saatdan sonra belə bir şey yapılsa belə heç bir qiymət əhəmiyyəti yoxdur, heç bir dəyəri artıq yoxdur, heç bir ərzişi yoxdur. Çünki məsələ artıq o məsələ deyil. Və ondan sonraki dönəmdə, bu son yaklaşık 40 günə aşkın sürədə bu qədər insan xiyabanlarda can verdi. 6 güllə ilə Hədis xanım Nəcəfi öldürüldü. Başqa ölənlər, gənc qızlar, gənc oğlanlar, yaşlısı, qocası, gənci, bu insanlar öldürüldü. Bu insanların günahı nə idi? Yəni bu insanlar, bu gənclər yabancı ölkələrdən mi gəlmişdi, xaricdən mi gəlmişdi? Aya bu İranın vətəndaşı deyildi. Yəni bunlar terörist miydi? Yəni, əllərində nə vardı bunlar? Bunlar İran anayasasının da izin verdiyi şəkildə çıxmış, öz protestolarını ifa etməyə çalışır. Yəni, protesto və etirazlarını dilə gətirir. Yəni, təcəmmü qanunu var. Yəni, gedib hər bir şeylə izin alınmır. Bunu nəzərə almaq lazım ki, qeyri-qanuni bir protesto. Dünyanın hər hansı bir ölkəsində protestocuların üzərinə savaş mərmiləri ilə atış açılar və insanlar xiyabanda öldürürlər. Bu insanların günahı nə idi? Siz ki, tələbədən çıxırsınız, deyirsiniz, o tələbənin mömin, mütədəyyin, bilməm nə falan filan. Bu insanların günahı nə idi? Onlar bu ölkənin gənci deyil miydi? Yəni illa ki sizin profilinizdə olması mı lazım? Yəni bu insanların sizin dilinizdə olması için, sənin dilində olması için tələbə olması mı lazımdır? Mallı olması mı lazım? Yəni burada görürsünüz ki, ölüdən ölü seçmə, insandan insan seçmə və özgə və necə deyirlər, öz məsələsi var. Bu adam, bu dəccal insan zaten o gəncləri, öldürülən gəncləri və özündən olmayan gənclər. Zaten o xəstə ruhunu bir söhbətinin bir yerində də göstərir. O da nədir? Bu deyir ki, çox gözəl bir anekdotdur, bu cəlib bir anekdotdur. Sizin də təvəccühünüzü buna cəlb edirəm. Bir yerində deyir ki, mən Şah dönəmində tələbə idim və keçirdim. Kaxə cavanım varmış, dedim. Orada cələsələr olmuş, cavanların cələsələr olmuş, partiləri olmuş.
yığınakları olurmuş. Oradan geçirdim ve bu gençleri görürdüm. Bunları giyimlerin görürdüm, kuşamların görürdüm ve çok üzülürdüm. Yani bu gençler necə siyasete katıla bilər? Yani o xəstə ruhunu ve özündən olmayan insanlara necə düşməncə yaklaştığını o söhbətində də göstərir. Orada da görebilirsiniz. Hər halda ox yaydan çıxmış. Artıq bu ox yaydan çıxmış ox artıq geri dönməz və hədəfini tapıb imha etməyənə qədər dayanmaz və durmayacaq. Bu bir inqilabdır, bu bir böyük bir hərəkətdir. Bu böyük hərəkət hər şəhərdə var, hər kəsimdə var, Kürdlərin içində də var, Ərəblərin içində də var, Türklərin içində də var, Bəluçların da içində də var. Əlbəttə ki, Fars etninin də içində var. Ancaq biz buna diqqət eləməliyik ki, ölkə sadəcə Farslardan ibarət deyil. Ölkədə dil sadəcə Fars dili deyil. Ölkədə kültür sadəcə Fars kültürü deyil. Başqa etniklər, başqa millətlər var. O millətlərin həqləri riayət olmalıdır. Bundan sonraki dönemde de riayət olmalıdır və buna diqqət eləməliyik. Bundan sonraki videolarımızda da bu konuyla ilgili daha detaylı bilgiler, daha detaylı söhbətlər eləyəcəyik və bu konuda videolar və içəriklərdə hazırlayıb və huzurlarınıza sunacağım. Bugünlük bu qədər deyirəm. Çox sağ olun ki, bizi dinlədiniz. Özünüzə yaxşı baxın. Əgər gecədəsiniz, gecəniz gözəl olsun. Əgər gündüzdəsiniz, gündüzünüz gözəl olsun deyəm və sağ və salamat qalın deyəm.